nəfərsiz o sayıda 1000 min. Elə bilirəm ki, mənim də burada bugünlərin 1000 nəfərə qədər axtaran cəmaatı dayanıbdır. Mən sizin hamınızı öncə Bakı şəhər, Xəzər rayon şəhərlərində Qayğı Cəmiyyəti adından, Respublika Şəhərlərində Qayğı Cəmiyyətinin sədri Əliyev Müşfiqin adından salamlayıram. Sizlərə uzun ömür, can sağlığı arzulayıram. Allah Teala sizin əlinizdən alıb, könlünüzdən alsın. Şəhidlər bizim üçün əl çatmazdır. Şəhidlər bizim üçün unudulmazdır. Hətta biz onu unutsaq da unuda bilərik. Şəhid sözü Allah Teala belə yarattı ki, yəni seçilmiş olanlardır bunlar. Görürsünüz, hər bir şəhidin şəklinə baxanda bir zərrə qədər də olsa onların simasında nöqsan var. Əsla yoxdur. Onlar bizim ürəyimizdədir. Hətta şəhidlər gələcəkdə yaranan nəslin ürəyində öz heykəllərini qurdular, yaratdılar, getdilər. İndi bu günlərdə biz gəlmişik bura, çox sağ olsun, Mahkama Sağlamlıq Mərkəzinin direktoru İlqar müəllim. Mən şəxsən Bakı şəhəri şəhidlərə adından İlqar müəllimə təşəkkür edirəm. Bir kəlmə deyək kimi bizə buzaq açdı. Allah razı olsun, dünya durduqca dursun, həmişə var olsun. Şəxsən mən təxir edirəm belə oğullarına. İlqar müəllimə şəxsən öz ailemiz adına təşəkkür edirəm. Sağ olun, bu təxir fərmanı sizə Respublika Şəhidlərə Qayğı Cəmiyyətinin sədri Müşfiq Əliyev göndərir sizə. Belə uğurlarınız bol olsun, bununla yaxşı bir hədiyələr olsun inşallah. Amin, amin. Ne bilmesiyle bir-iki kəlmə bizimlə görüşdük, danışdıq. Ne demesiyle? Birisi, fəxr olunan bir şey nədir? Fəxr olunacaq bir şey oldu ki, bizim zamanlarımız, oğlanlarımız, yəni bizim uşaqlarımız tarix yazdı. Yəni bir tarixə nəzər salaq. Axırıncı 300 ildə Azərbaycanda həmişə torpaqlarımızı yad edici olsa zəbt eləyirlər. Amma bugün Cənab Prezidentimiz başta olmaqla və sizin bu şücayətli, deyək ki, oğlanlarınız, evlatlarınız bugün qələbəsi. Bunlar tarix yazdılar. O tarihi yazdılar ki, o Azərbaycanda ömrü boyu nə qədər Azərbaycan cəmiyyəti var, Azərbaycan xalqı var, Azərbaycan devləti var, o tarih davam edəcək. Bu çox fəxr olunmalı bir şey. Hər insana aid edilmir. Hər insan bu zirvəyə qalxır. Şəhidlik zirvəsini siz bilirsiniz, hələ bu bizim ən inançlı yerimiz olandır. Məhəmməd Peyğəmbərin vaxtından bilirsiniz də Kərbalada. Yəni, bu söz oradan yaranır. Dinimizi, özümüzü, dövlətimizi, mədəniyyətimizi qorumaq üçün özünü şəhid edən adamlar seçilmiş adamlar. Ona görə də tariximizi bunlar yazdı. Bunu biz bu cürdə başa düşürük. Hər bir insanın qəlbində həmişə o şəhid yaşayır. Sağ olun. Sizin hamınıza bilirsiniz, yenə deyirəm, fəxr olunmalı bir şeydir. Fəxr olunmalı bir şeydir. Bundan yukarı fəxr olunacaq bir şey mən görürəm, tanımam. Sağ olun. Çok sağ olun. Çok sağ olun. Çok kıymetli. Ferman benim için çok kıymetli hediye de benim için. Ben bunu böyle utama yapayım. Onunla da Sağ olun. Sağ olun. Çok sağ olun. Sağ olun. Sağ olun.